Salam şagirdlər. Bugünkü mövzumuz üçbucağın tən bölənləridir. Üçbucağın əsas elementləri, onun tən bölənləri, medianları və hündürlükləridir. Biz bu dərsdə üçbucağın tən böləninin nə olduğunu, üçbucağın neçə tən böləni olduğunu və bu tən bölənlərin neçə nöqtədə kəsişdiyini öyrənəcəyik. Gəlin əvvəlcə ixtiyari ABC üçbucağı çəkək. A, B və C bucaqlarının tən bölənlərini transporter vasitəsilə quraq. A bucağının tən bölənini qurub onu BC tərəfi ilə birləşdiririk və həmin nöqtəni M nöqtəsi adlandırırıq. Daha sonra C bucağının tən bölənini qurub onu AB tərəfi ilə birləşdiririk və həmin nöqtəni K adlandırırıq. Daha sonra B bucağının tən bölənini qurub onu AC tərəfi ilə birləşdiririk və həmin nöqtəni N adlandırırıq. Deməli, burada AM, BN və CK üçbucağın tən bölənləridir. Gördüyünüz kimi üçbucağın tən bölənləri bir nöqtədə kəsişir. Biz əvvəlki dərsdə də öyrənmişdik ki, tən bölən bucağı iki bərabər hissəyə bölür. Deməli, burada BAM bucağı CAM bucağına, ABN bucağı CBN bucağına, ACK bucağı isə BCK bucağına bərabərdir. Növbəti suala baxaq. MNK üçbucağında 70 dərəcəli M bucağına MA tən böləni çəkilmişdir. NMA bucağı neçə dərəcədir? Əvvəlcə 70 dərəcəli MNK üçbucağını qeyd edək. Daha sonra M bucağının tən bölənini çəkək. Tən bölən bucağı iki bərabər hissəyə bölürdü. 70-i 2-yə böldükdə isə 35 edir. Deməli, M bucağının tən böləni onu 35 dərəcəlik iki bucağa ayıracaq. Transporter vasitəsilə 35 dərəcəni qeyd edirik və MA tən bölənini çəkirik. Buradan da göründüyü kimi NMA bucağı 35 dərəcədir. Diqqətiniz üçün təşəkkür edirəm. İndi isə mövzuya aid verilmiş suallar cavablandırın.